Salam aleykum. Deməli, düstur V2 bölünsün V1 bərabər də qamma üstü T2 çıx T1 böl 10. İstəyir birinci reaksiya, istəyir ikinci reaksiya. Hər iki reaksiya üçün bu düstur tətbiq olunur. T1 temperaturundakı sürət V1 adlanır. T2 temperaturunda isə deməli sürət V2. Birinci reaksiya üçün V2 böl V1, yəni B bölünsün A bərabər də qamma 2-dir. T2 70'dir, T1 bilinmir, böl 10. Buradan da B bərabərdir. A vurulsun 2'nin üstü 70 çıxaq T1 bölünsün 10. İkinci reaksiya üçün V2 B'dir. V1 4A'dır, bərabərdir. Deməli 4'ün üstü 70 çıxılsın T1 bölünsün 10. 4'ü mən yazıram 2'nin kvadratı. Onda bu da buradan bərabərdir. 2'nin üstü 140 çıx 2 T1 bölünsün 10. Buradan da deməli B bərabərdir. 4A vurulsun 2'nin üstü 140 çıx 2 T1 bölünsün 10. Buradan biz bunu tapdıq. Burada biz B'ni pozuruq. B'nin yerinə bax, bunun qiymətini yazırıq. 4A vurulsun 2'nin üstü 140 çıx 2 T1 bölünsün 10. Buradan deməli A'lar ixtisar gedir. A'lar ixtisar gedir. Eyni zamanda mən bu 4'ü yazıram. Deməli 2'nin kvadratı. Bu zaman bunların kökü eyni olduğuna göre üstler toplanır. Yəni 2'nin üstü 2 üstə gəl 140 çıx 2 T1 böl 10. Bu da buradan bərabərdir. 2'nin üstü 70 çıx T1 bölünsün 10. İndi buranı hesablayırıq. Bu olur 2'nin üstü. Bu deməli 2 qalxır sürətə, ona vurulmaq şərti ilə 20 üstə gələk 140 çıx 2 T1 bölünsün 10. O da bərabərdir 2'nin üstü 70 çıx T1 bölünsün 10. Köklər eyni olduğuna göre bunlardan biz azad oluruq. Sonra da onlardan da azad oluruq. Vəssalam, bunlar birbirine bərabərləşdirəndə burada olur solda 160 çıx 2 T1 bərabərdir 70 çıx T1. Bu da deməli 2 T1 keçir sağ tərəfə, T1'dən çıxılır. T1 bərabərdir 70 də çıxır sol tərəfdə 160'dan. T1 bərabərdir 90 edəcək.